Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2026-2027-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. Akademiyada həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır. Müasir tədris metodlarının tətbiq olunduğu akademiyanın lazımi avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyaları, laboratoriyaları, xüsusi fən kabinələri və kitabxanaları kursantların istifadəsindədir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun bakalavr, ali peşə ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər. Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinifində oxuyan, 17 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə birinci ixtisas qrupunun riyaziyyat kimya alt qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Sənədlər mart ayının 2-dən aprel ayının 15-nədək şənbə, bazar və bayram günləri istisna olmaqla saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qəbul edilir. Ünvan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8. Əlaqə telefonları 512 41 20, 512 41 61. Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.